bürcü 18 Mart 2026-cı il. Çətinliklərə hazır olun. Bugün onlarsız keçməsi çətin görünür. Peşəkar sahədə fikir ayrılıqları, həmkarlar, rəhbərlik ilə mübahisələr mümkündür. Əvvəllər yaxşı anlaşdığınız insanlar bugün o qədər də mehriban davranmaya bilərlər. Köhnə razılaşmaların pozulması ehtimalı var. Hətta uzun müddətli tərəfdaşlar arasında da fikir ayrılığı yarana bilər. Bugün ciddi qərar qəbul etmək üçün ən uyğun vaxt deyil. Lakin əvvəllər olduğu kimi fayda gətirməyən işgüzar əlaqələri saxlamağın lazım olub-olmadığını düşünmək faydalı olar. Şəxsi münasibətlər sahəsində isə müsbət meyillərin təsiri üstün olacaq. Yaxınlarından dəstək istəyən qoçlar onu mütləq alacaqlar. Ətrafınızdakı insanlara sizdən nə gözlədiyini uzun-uzadı izah etməyə ehtiyac qalmayacaq. Bəziləri qarşılaşdığınız çətinlikləri görərək özləri kömək təklif edəcəklər. Buğa bürcü 18 Mart 2026-cı il. Uğur sizin tərəfinizdədir. Bundan istifadə edərək uzun müddətdir planlaşdırdığınız işləri həyata keçirməyə çalışın. Ən böyük peşəkar uğurları strategiyaları hazırlayan, başqalarına rəhbərlik edən və ya yaradıcı məsələləri həll edən buğalar əldə edə bilərlər. Lakin işiniz əsasən başqalarının tapşırıqlarını yerinə yetirməkdən ibarət olsa belə ruhdan düşməyin. Böyük ehtimalla bugün yeni müttəfiqlər tapmaq, mövqelərinizi möhkəmləndirmək imkanı yaranacaq. Bəzi buğalar isə gəlirlərini əhəmiyyətli dərəcədə artırmağın yollarını tapacaqlar. İntuisiyanıza güvənə bilərsiniz. Onun göstəriciləri sayəsində düzgün qərarlar qəbul edəcək və dəstəyini qazanmaq istədiyiniz insanlara doğru yanaşma tapacaqsınız. Bugün işgüzar kimi başlayan münasibətlər zamanla romantik xarakter ala bilər. Əkizlər bürcü 18 Mart 2026-cı il. Bugün qeyri-adi düşünmək, hətta rutin məsələlərə yaradıcı yanaşmaq bacarığınız sizin üstünlüyünüz olacaq. Başqalarını çıxılmaz vəziyyətdə qoyan tapşırıqların öhdəsindən gələcək, çətin bir işdə uğur qazanacaqsınız. Uğurlu təsadüflər maraqlı fikirlərə gətirib çıxara və vacib məqsədə daha tez çatmağın yolunu göstərə bilər. İntuisiyanıza xüsusilə diqqətlə qulaq asmağa çalışın. Beləliklə sizə qarşı qurulan tələlərdən yayınmaq və qeyri-müəyyən vəziyyətlərdə tez istiqamətlənmək mümkündür. Maliyyə vəziyyəti isə bir qədər mürəkkəb ola bilər. Gözlənilməz xərclər, itkilər ehtimalı var. Əvvəlcədən planlaşdırmadığınız böyük alışlardan çəkinmək daha yaxşıdır. Xərçəng bürcü 18 Mart 2026-cı il. Günün ilk yarısını boş yerə sərf etməyin. Müsbət meyillərin təsiri çox güclü olacaq və bundan vacib məsələləri həll etmək üçün istifadə etmək lazımdır. Ətrafınızdakı insanlarla anlaşmaq asan olacaq. Hətta bəzən fikir ayrılığı üçün səbəblər yaransa belə heç kimlə mübahisə etməyəcəksiniz. Yeni tərəfdaşlarla əməkdaşlığın başlaması mümkündür. Bəzi xərçənglərə isə uzun müddətdir arzuladıkları iş təklif oluna bilər. Bugün bürcün nümayəndələri xüsusilə israrlı və əzmkar olacaqlar. Günün əvvəlində bu xüsusiyyətlər ətrafdakılara xoş təsir bağışlasa da, sonradan onları qıcıqlandıra bilər. Həmkarlar, rəhbərlik və yaxınlarla ünsiyyətdə gərgin anlar yarana bilər. Bəzən elə görünəcək ki, başqaları sizə təzyiq göstərməyə və öz fikirlərini qəbul etdirməyə çalışırlar. Şir bürcü 18 Mart 2026-cı il. Sizə xüsusilə maraqlı, perspektivli görünən bir işə diqqət yetirmə imkanı yaranacaq. Bu fürsəti qaçırmayın. Peşəkar sahədə dəyişikliklər etmək, yeni müttəfiqlər tapmaq və inkişaf istiqamətləri axtarmaq üçün münasib gündür. Bəzi şeylər öz istedadlarından gözlənməz şəkildə istifadə edəcək və yeni sahədə necə tez uğur qazandıqları ilə ətrafdakıları təəccübləndirəcəklər. Lakin ehtiyatlı olun. Kiminsə uğurlarınıza həsəd aparması və ya onları öz adına çıxmağa çalışması mümkündür. Belə hallarda tez və qətiyyətlə hərəkət etmək lazımdır. Yanınızda qeyri-adi və görkəmli insanlar olacaq. Onlarla tanış olmaq və dostlaşmaq fürsətini qaçırmayın. Romantik münasibətlərin başlaması ehtimalı var. Siz təşəbbüs göstərsəniz, bu münasibətlər tezliklə ciddi xarakter ala bilər. Qız bürcü 18 Mart 2026-cı il. Günün ilk yarısı əlverişli görünə bilər. Lakin bəzi qızların nikbinliyi həddindən artıq ola bilər. Bu vaxt hansı işə başlasanız çətinliklərin yarana biləcəyinə və maneələri aşmalı olacağınıza hazır olun. Tapşırıqların xeyli hissəsini tək başına həll etməli olacaqsınız. Çünki hətta etibarlı müttəfiqlər belə bəzən sizi düzgün anlamaya bilərlər. Pul və əmlakla bağlı məsələlərdə öz təcrübənizə, intuisiyanıza güvənin. Başqalarının məsləhətləri çox güman ki, faydalı olacaq. İş və şəxsi münasibətləri qarışdırmağa meyilli olan qızlar özlərini haqsız yerə incimiş hiss edə bilərlər. Lakin onlar uzun müddət buna görə narahat olmayacaqlar. Çünki daha maraqlı məşğuliyyətlər tapacaqlar. Anlaşılmazlıqları isə bir qədər sonra aydınlaşdırmaq mümkün olacaq. Tərəzi bürcü 18 Mart 2026-cı il.
Əgər əsassız risklərdən qaçsanız və çox şeyi təhlükə altına qoymasanız, bugün pis keçməyəcək. Xüsusilə peşəkar məqsədlərlə bağlı məsələlərlə ehtiyatlı hərəkət etmək daha yaxşıdır. İş sahəsində vəziyyət bir qədər qeyri-müəyyən olacaq və bir çox tərəzilərə baş verənləri anlamaq üçün vaxt lazım gələcək. Şəxsi münasibətlərdə çətinliklər mümkündür. Köhnə dostlarla fikir ayrılıqları yarana bilər. Keçmiş incikliklər tez-tez xatırlana bilər. Bəzi bürc nümayəndələri uzun illər ünsiyyətdə olduqları insanlarla mübahisə etmək riski ilə üzləşə bilərlər. Səbəb sadə bir anlaşılmazlıq olacaq. Buna görə vəziyyəti mümkün qədər tez aydınlaşdırmağa çalışın. Əqrəb bürcü 18 mart 2026-cı il gün iş və digər faydalı məşğuliyyətlər üçün uyğundur. Bir çox əqrəblər əvvəllər alınmayan işlərin öhdəsindən gələcək, hamını çıxılmaz vəziyyətə qoyan suallara cavab tapacaqlar. Bu məsələdə bürc nümayəndələrinə onların güclü intuisiyası çox kömək edəcək. Məhz onun sayəsində siz qeyri-müəyyən vəziyyətlərdə digərlərindən daha tez orientasiya edəcək və necə hərəkət etməyin daha düzgün olduğunu anlayacaqsınız. Faydalı tanışlıqlar mümkündür. Ümumilikdə gün işgüzar danışıqlar və iş məsələlərinin müzakirəsi üçün əlverişli olacaq. Əvvəllər ortaq dil tapa bilmədiyiniz insanlarla belə anlaşa biləcəksiniz. Bəzi əqrəblər təəccüblü mentorlar və nüfuzlu himayədarlar qazana bilərlər. Ox atan bürcü 18 mart 2026-cı il döyüş ruhunda olun. Bugün çox güclü rəqiblərlə qarşılaşa bilərsiniz. Onlara qalib gəlmək üçün bəzən hiyləgərliyə atmaq lazım gələ bilər. Lakin bunun öhdəsindən gəlmək sizin üçün çətin olmayacaq. İntuisiyanız necə davranmağın daha düzgün olduğunu, kimə güvənə biləcəyinizi və kimdən məsləhət almağın faydalı olacağını göstərəcək. Ünsiyyət baxımından bugün ən asan günlərdən biri olmayacaq. Əvvəllər sizi hər məsələdə dəstəkləyən insanlar belə bugün o qədər də mehriban davranmaya bilərlər. Köhnə ailə mübahisələri yenidən kəskinləşə bilər. Valideyn olan ox atanlara gündəlik məsələlərdə öz fikirlərini uşaqlara anlatmaq üçün xeyli səbir lazım olacaq. Oğlaq bürcü 18 mart 2026-cı il bir çox işlərin öhdəsindən əla gələcəksiniz. Bəzi çətin məsələləri isə gözlədiyinizdən də tez həll edəcəksiniz. Açıq və cazibədar davranışınız sayəsində yeni müttəfiqlər tapacaq, dəstəyini qazanmaq istədiyiniz insanlarla yaxşı təəssürat yaradacaqsınız. Bəzi oğlaqlar işlə bağlı maraqlı təkliflər alacaqlar. Belə hallarda cavab verməyə tələsməmək daha yaxşıdır. Əvvəlcə daha çox məlumat toplayın və bütün üstünlükləri, çatışmazlıqları ölçüb biçin. Bir çox mühüm məsələləri qeyri-rəsmi şəraitdə müzakirə etmək faydalı olacaq. Bu halda düzgün ton tapmaq, inandırıcı arqumentlər seçmək daha asan olacaq. Adətən başqalarının fikirlərinə məhəl qoymayan insanlar belə sizə diqqətlə qulaq asacaqlar. Onlarla birgə fəaliyyət barədə razılığa gəlmək də mümkündür. Dolça bürcü 18 mart 2026-cı il heç yerə tələsməyin. Bu məqsədlərə yavaş və inamla addımlayaraq əlavə tələskənlikdən qaçaraq düşünülməmiş qərarlar qəbul edərək çatmağın daha asan olduğu günlərdən biridir. Bir çox dolçalara əvvəllər qazandıqları biliklər kömək edəcək. Onların sayəsində bürc nümayəndələri qeyri-müəyyən vəziyyətləri tez başa düşəcək və etibar qazanmağa çalışan, lakin səmimi olmayan insanları vaxtında ifşa edəcəklər. Maliyyə məsələlərində isə intuisiya kömək edəcək. Məhz onun göstərişləri sizi lazımsız xərclərdən, uğursuz alışlardan qoruyacaq. Hər hansı mühüm kəşflər və ya dəyərli məlumatların əldə olunması mümkündür. Bir çox dolça son vaxtlar qarşılaşdıqları problemlərin əsas səbəbini anlayacaq və onların həllinə başlayacaq. Balıqlar bürcü 18 mart 2026-cı il. Hər şey istədiyiniz kimi getməyə bilər. Çətinliklər tam gözləmədiyiniz yerdə ortaya çıxa bilər. Belə anlarda bürc nümayəndələrinin özlərini ələ almaları çətin olacaq. Lakin emosiyalarınıza nəzarət edə bilsəniz, necə davranmalı olduğunuzu daha yaxşı anlayacaqsınız. Gün ərzində etibar edə biləcəyiniz dostlar yanınızda olacaq. Onlardan kömək və məsləhət istəmək olar. Lazım gəldikdə əhvalınızı qaldırmağın yolunu tapacaqlar. Köhnə tanışlarla birlikdə çıxacağınız səfərlər uğurlu keçə bilər. Mühitin dəyişməsi bir çox balıqlara yaxşı təsir edəcək. Bəziləri isə yeni ilham mənbəyi tapacaqlar.